Armud təkcə ləzzətli bir meyvə deyil, həm də bədənimiz üçün tam bir təbii dərman anbarıdır. Çox vaxt bu meyvəni sadəcə soyub yeyirik, amma onun hər bir hissəsinin şirəli ətindən tutmuş qabığına və hətta tumlarına qədər orqanizmə inanılmaz faydaları var. Armudun əsas gücü onun tərkibindəki yüksək lif miqdarındadır. Bir ədəd orta boy armud günlük lif ehtiyacımızın təxminən 20%-ni ödəyir. Bu da həzm sisteminin, xüsusən də bağırsaqların qaydaya düşməsinə əvəz olunmazdır. Mədədə ağırlıq, qəbizlik kimi problemlərdən əziyyət çəkənlər üçün armud ən təbii və rahatlatıcı vasitələrdən biridir. Eyni zamanda tərkibindəki A, C, K vitaminləri və kalium maddəsi ürək-damar sistemini qoruyur, qan təzyiqini tənzimləyir. Bir çox insan armud yeyərkən onun qabığını soyub atır. Amma bu böyük bir səhvdir. Armudun tərkibindəki antioksidantların və lifin böyük hissəsi məhz onun qabığında toplanır. Qabıq hissəsində olan flavonidlər bədəndəki iltihabı azaldır, hüceyrələri qocalmaqdan və zədələnməkdən qoruyur. Şəkər xəstəliyi risk olanlar üçün armudu qabıqlı yemək daha faydalıdır. Çünki qabıq qandakı şəkərin qəfil yüksəlməsinin qarşısını alır və toxluq hissini daha da uzun müddət saxlayır. Armudun az bilinən başqa bir tərəfi isə onun ağciyər və tənəffüs yollarına olan müsbət təsiridir. Xüsusilə boğazda quruluq, qızıqlanma və ya öskürək olduqda armud boğazı yumşaldır və bəlğəmi xaric olunmasına yardım edir. Onu bişirərək və ya üzərində biraz darçın səpərək yemək iltihab əleyhinə təsirini 2 qat artırır. Meyvənin mərkəzindəki tum hissəsinə gəldikdə, tumların çeynəmək tövsiyə edilməsə də, armudun saplağına yaxın olan bərk hissəsində orqanizmi toksinlərdən təmizləyən təbii pektin maddəsi çoxdur. Pektin qandakı pis xolesterolu aşağı salır və qaraciyərin yükünü yüngülləşdirir. Gün ərzində xüsusilə yeməkdən bir qədər sonra və ya günorta arası bir ədəd armud yemək həm enerji verir, həm də həzmi asanlaşdırır. Süfrəmizdən bu möcüzəvi meyvəni əksik etməyin. Onu soyub qabığını atmaq əvəzinə yaxşıca yuyub bütöv şəkildə yeyin.